Soğan və biberləri çəkdikdən sonra süzüb ətin üzərinə əlavə edirəm. Suxari, nişasta, damaq dadına görə ədviyyatlar, qabartma tozu və göyərti əlavə edib yaxşı qarışdırıram. Göstərdiyim kimi forma verərək kotletlər hazırlayıram. Çərək yağında hər iki tərəfini qızartdıqdan sonra qazanda qalan yağı süzürəm. Süzülmüş yağda soğan, yerçökü və dəfnə yarpağını bir qədər qovurub, üzərinə kişmiş, damaq dadına görə ədviyyatlar əlavə edib yenidən qovururam. Yarım kiloqram yuyulub, suyu süzülmüş düyünü əlavə edib qarışdırıram. Üzərinə çıxana kimi qaynar su əlavə etdikdən sonra az istilikdə qapağını örtərək bişirirəm. Pulovun suyu quruduqdan sonra üzərinə əti yığıb, göstərdiyim kimi dəmə qoyuram. Çox ləzzətli olur. Mütləq hazırlayın.